Bu maşını sürmək cəsarət deyil, həyatınla oynadığın bir loteriyadır. Bəs SSR vaxtı Qaz 63 niyə təhlükəli maşın sayılırdı bilirsən? Bir vaxtlar SSR-də elə bir yük maşını düzəltdilər ki, onu sürən adam həm sürücü sayılırdı, həm də belə pısmasın bir növ kaskadyor. Söhbət bizim bu dəladuz Qaz 63-dən gedir. Gəl biraz səni aparım o illərə. Təsəvvürlə 1940-cı illərin sonlarıdır. Orduya elə bir maşın lazımdır ki, bataqlıqdan da çıxsın, dağada dırmansın, lazım gəlsə əskərdə daşsın, topu da. Beləcə bizim bu Qaz 63 podiuma çıxır. Tam ötürücülü, iri təkərli, dağ-daş tanınmayan bir canavar kimi maşın. Kənardan baxan deyir ki, bu nə maşındır? Bunun qabağında tank da dura bilməzək ki. Amma işin içində bir əmma vardır qardaşlar. Bir gün mühəndislər deyir ki, gəlin biraz bu işi asanlaşdıraq. Nəsələr yaxşıdır. Qaz 51 ilə eyni hissələrdən istifadə edir bizim bu sovet mühəndisləri. Amma bir tərəfdən də düzünü desək, yaxşı fikir kimi səslənir ilk eşidəndə qulağa. İndi isə gəlin nəticəyə baxaq. Maşının təkər hissəsi dar qaldı. Özü də boy-buxunlu idi. Yəni ağırlıq mərkəzi yüksək oldu. Hələ oyun qabaqdadır. İndi gələk maraqlı yerə. Sürücü ki sükanı biraz sərt çevirdi. Həmən gün o qapıya molla gedirdi. Sürücülər arasında bir deyim var idi. Qardaş bunu sürmürsən, bunu aşırtmamağa çalışırsan. Ən gülməlisi isə burada idi. Maşın yolsuzluqda əfsanə idi. Bataqlıqdan keçir, dağdan çıxır, qum desən problem deyil. Amma şəhərdə, asfalt yolda adi bir döngədə maşın qərar verir ki, bu gün mən çəmənliyə uzanacağam. Buna görə də Qaz 63 həm sevilirdi, həm də qorxulurdu. Və belə ağlasığmaz hərəkətləri ilə bu maşın tarixə təkcə gücünə görə yox, həm də kaprizlərinə görə düşdü. Və bir həqiqət var idi ki, hamı bilirdi. Qaz 63 sürmək sadəcə maşın sürürəm demək deyildi. Bu tarazlığını necə saxlamaq sənəti idi. Səncə Qaz 63-ün ən böyük problemi nə idi? Zəif mühərrik, yoxsa konstruksiyadakı səhv? Növbəti video hansı maşına aid gəlsin? Şərhdə yazmağı unutmayın. Sabahki videonu qaçırmamaq üçün isə o əsrarəngiz barmaqlarınla videonu bəyənib kanala abunə olmağı unutma. Sabaha qədər.